çətindir. Eyni zamanda məsuliyyətli bir şeydir mənə. Mən divanı başlamaq istəyəndə onun çətinliyini, məsuliyyətini hiss edirdim. Çünki klasik dövrümüzün Füzulisi, Şahsılar Şətalisi, İmadəttin Nəsimisi gözəl divanlar yazıblar. Masum dövrün Şahin Fazili, Ustadım Şahin Fazili 5 divanından sonra mənim üçün belə divan hazırlamaq çox çətindir. Ancaq mən çıxdım bu yola. Bu yola çıxdı, nə dərəcədə nail olmuşam, bundan sonra oxucular, müzakirə edərlər, öz fikirlərini deyəcəklər. İlk növbədə bir olan Allahıma sığındı, Allahın köməkliyi ilə bu yolu gəldik. Və bu məqsədlə də mən Allaha müraciətlə bir şeirlə yazmışam. Yaradan, sövq elədirsən məni divanə yazın. Eləyib tək bir kitab, mən deyib divanə yazın. Bələyin təlimi qurğunla kəfalət dilənir, qədərindən becaram, dərdimi olmağına yazın. Necə yanmaqdan qəsrində bütün nalə kömür, eləyib şən özümü, mən şən icranə yazın. Səni vəsb eləməyindən yanı divanəlidir, üzü görsən verəcək, surət mənanə yazın. Ala gözlərdə görür halımı, bir hal olan, eləməz üzrükən, canlını qurbanına yazın. Düşünür, sözləri bir ələyindən geçirir, deyə bilməz olaraq, sirrimi gülxanə yazır. Arayı axtaracam, el və ədəbdən keçəcəm, səbəbin bilmədiyi ki, necə bir manə yazır. Məni dünya evinə xərq elədin, mövluduna, deyəcəksənsə dönür, ismini Mövlana yazır. Deyəcəksənsə dönür, ismini Mövlana yazır.